ölkələr birləşib Rusiyaya qarşı danışa bilər. Yəni sözdə nəsə deyə bilər. Amma bu ölkələrin Rusiyanın iqtisadiyyatı aşağı düşməyəcək, alış-verişi aşağı düşməyəcək. Bu həmişə olub. Yəni bu türk ölkələrindən kimsə çıxıb nəsə deyir Rusiyaya qarşı, amma baxsan ticarət öz yerində, hər şey öz yerində. Yəni rus dilində məktəblər də var, hər şey də qurulub yerindədir. Mən yəni bu faktlara baxıram. Boş-boş danışmağa baxmıram. Boş-boş danışmağa baxsaz dünyada çox şey fərqli olardı. Burada əsas iqtisadi məsələlərdir, digər məsələlərin varlığıdır. Və burada da yenə deyirəm, özünüz görəcəksiniz. İnşallah bizə qismət olacaq görmək. Görəcəksiniz. Yəni bu birlik yönələcək İrana qarşı ilk olaraq, sonra yönələcək Çinə qarşı, əgər uğurlu olsa İrana qarşı. Bunun başqa bir şeyi yoxdur, məqsədi yoxdur. Yəni nə bilim Rusiyaya qarşı, falan qarşı, heç nə qarşı olmayacaq. Mümkün deyil bu. Bunun başında Rusiya var. Bu bunlara qarşı ola bilməz. Bu qədər sadədir məsələ.